Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel murselin. Nebiyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Əqidə ilə ilgili qardaşım, Əhl-i Sünnə vəl Cəmaənin əqidəsini təmsil edən ən müətəbər kitablardan çoxdur. Ən müətəbər kitablardan desək, bunun bir neçə, yəni sayı 3 ilə 5 ilə kifayətlənmə etmir, bir neçə kitab var. Ümumən, Əhl-i Sünnə vəl Cəmaənin əqidəsini təmsil edən ən müətəbər kitablara baxsaq, bunlar iki qismə bölünür. Əhl-i Sünnənin əqidəsini şamil edən kitablar və Əhl-i Sünnə vəl Cəmaənin əqidəsindən bir hissəsindən danışan müətəbər kitablar. Ümumən, Əhl-i Sünnə vəl Cəmaənin əqidəsindən danışan, əqidəsini təmsil edən ən müətəbər kitablardan, sana deyim ki, qədimlərdən, bunu iki qismə bölmək istəyirəm, qədimlərin yazdıqları və müasirlərin yazdıqları. Sələflərin yazdığı qədimi kitablardan ən müətəbəri Şərh Usul İ'tiqad Əhl-i Sünnə vəl Cəmaə İmam-ül Lalikainin. Bu kitab demək olar ki, ən şamil kitablardandır. Əhl-i Sünnə vəl Cəmaənin əqidəsindən danışan, əqidəsini təmsil edən. Həmçinin Kitab-ı Sünnə Abu Bakr Xallal rahmehullahın və həmçinin ən müətəbər kitablardan Əl-İbanə İbn Battah rahmehullahın və həmçinin Kitab-ı Təvhid İbn Xuzeymə rahmehullahın və həmçinin Kitab-ı Təvhid İbn Məndah rahmehullahın və həmçinin ən şamil kitablardan, ən geniş kitablardan, əqidə kitablarından Şəri'a kitabı İmam Əcurrinin və həmçinin Şeyxülislam İbn Teymiyyə rahmehullahın ən məşhur əqidə ilə ilgili kitablarından Böyük Fətvalar kitabının əvvəl 10 cildi Əhl-i Sünnənin əqidəsini təmsil edən kitablardan, həmçinin Şeyxülislam İbn Teymiyyə kitablarından Böyük Fətvalar kitabının əvvəl 10 cildi və həmçinin İbn Teymiyyə rahmehullahın kitablarından İman kitabı, İman və həmçinin İbn Teymiyyə rahmehullahın kitablarından Qaidətul Cəlilə fit-Təvəssül vəl-Vəsilə və həmçinin İbn Teymiyyə kitablarından xüsusən də firqələrlə ilgili Minhəc-i Sünnətin Nəbəviyyə və həmçinin İbn Teymiyyə rahmehullahın əqidə ilə ilgili olan kitablarından İqtida-s-Sırat-ül Müstəqim, bu xristiyanlara xüsusən də əhl-i kitaba rəddiyə mövzusunda çox önəmli kitabdır. Və həmçinin Şeyxülislam İbn Teymiyyənin Ət-Tədmuriyyə vəl-Həmaviyyə kitabı. Bu hər ikisi Allah Taala'nın adı və sifətlərində Əhl-i Sünnənin əqidəsini bəyan edən kitablardandır. Həmçinin İbn-ül Qayyim rahimehullahın kitabları və xüsusən də İbn-ül Qayyim rahimehullahın əqidə ilə ilgili yazdığı kitablardan ən məşhuru Nuniyyə. Adı kitabın Nuniyyət İbn-ül Qayyimdir. Və Şeyx İbn Üseyminin şərhi ilə ən mükəmməl şərh odur. Yəni, Şeyx İbn Üseyminin şərhi ilə Nuniyyə İbn-ül Qayyimi bir adam oxuyarsa, Əhl-i Sünnənin əqidəsindən bir çox şeyləri artıq başa düşmüş olar. Və həmçinin İbn-ül Qayyim rahmehullahın əqidə ilə ilgili yazdığı ən məşhur kitablardan Savaiqil Mursələ kitabı. Savaiqil Mursələ xüsusən də yolunu azmış firqələrə, cəhmiyyələrə, mu'təzilələrə və s. kimi Allah Taala'nın ad və sifətlərində təvilə və təhrifə düşmüşlərə rəddiyə üçün hazırlayıb bu kitabı. Və həmçinin məcazla ilgili geniş danışır bu məsələdə. Və həmçinin İbn-ül Qayyim rahmehullahın əqidə ilə ilgili yazdığı kitablardan İctima'ül Cüyuşul İslamiyyə və həmçinin İğasatul Ləhəfən. Bunların hamısı İbn-ül Qayyim rahmehullahın əqidə ilə ilgili yazdığı ən önəmli kitablardır. Və həmçinin Aqidətul Vasitiyyə Şeyxülislam İbn Teymiyyənin və Aqidətul Vasitiyyənin ən mükəmməl şərhi Şeyx İbn Üseyminin şərhidir. Müasirlərdən həmçinin də Şeyx Fovzan rahmehullahın şərhidir. Və qədimlərin kitablarından həmçinin Aqidətul Tahaviyyə İbn Əbil Əzzin şərhi ilə və həmçinin Lum'atul İ'tiqad İbn Qudamə rahimehullahın və həmçinin Əl-İ'tisam İmam-ı Şatibinin və s. yazılmış. Lakin hal-hazırda xatırladığım qədimi kitablardan bunlardır. Əhl-i Sünnənin əqidəsini təmsil edən.
Bunların içində də, bu qədimi kitabların içində də yəni ixtiyar qoymaq, seçim qoymaq, üstünlük vermək çox çətin şeydir. Çünki hər kitabda bir çox faydalar, bir çox xüsusiyyətlər, bir çox özəlliklər var, hansı ki, onun başqalarında tapmaq olmur. Ona görə, məsələ, çox çətindir bir adama budan hansısa kitab desin ki, bunların içində ən önəmli budur. Bu çox çətin məsələdir. Amma belə deyərdik ki, bu kitabların hamısı əhl-i sünnənin əqidəsini təmsil edən ən önəmli kitablardır. Hansı ki, elm əhli bu kitabları oxumağı tövsiyə eləyir. Həmçinin xatırladığım hal-hazırda müasirlərin kitablarından Ma'aricil Qabul, İmam Hafizil Həkəminin. Ma'aricil Qabul demək olar ki, yeni başlamışlar üçün və yaxud da hətta institut və universitet tələbələri üçün və yaxud da hətta şəriət üzrə magistratura, doktora da oxuyan tələbələr üçün ən mükəmməl kitablardan biridir Ma'aricil Qabul. Çünki bu ensiklopedik şəkildə yazılıb, çox ətraflı, qısa və ətraflı, şamil əhl-i sünnənin əqidəsini əhatə edən kitablardandır. Və həmçinin ibadət tövhidi ilə, uluhiyyə tövhidi ilə ilgili umumən əqidə kitablarından sayılan ən önəmli kitablardan biri də Kitab-ı Tevhiddir, Şeyx Muhammed ibn Abdülvahhabın. Və onunla bərabər şərhləri. Ən mükəmməl şərh Şeyxin nəvələrinin şərhidir. Ən mükəmməl Kitab-ı Tevhidin şərhi Şeyxin nəvələrinin şərhidir. Fəthül Macidlə Teysirul Azizil Hamid. Ondan sonra ən mükəmməl şərh demək olar ki, Şeyx İbn Ütheyminin şərhidir. Kitabın adı Qavlul Mufiddir. Əl-Qavlul Mufid. Və həmçinin ən mükəmməl şərhlərdən Kitab-ı Tevhidin Şeyx Fovzanın şərhi adı Əl-İ'anatul Mustafiddir. Və həmçinin Şeyx Salih Əli Şeyxin şərhi, kitabın adı Ət-Təmhiddir. Və s. Və əsma Allahın adı və sifətlərinə gəldikdə müasirlərin yazdıqlarından ən mükəmməl kitab, ən qısa və ən geniş mənalı olan kitab Şeyx İbn Ütheyminin yazdığı kitabıdır. Adı Qavaidul Muslədir. Bu kitabı kim oxuyarsa, muxtəsər şəkildə kifayət qədər əhl-i sünnənin əqidəsini, ad və sifətlərdə bilmiş olur. Və həmçinin müasir kitablardan qardaşım hal-hazırda xatırladığım Əd-Dururus Səniyyə fil Fətavə Nəcidiyyə, Şeyx Abdurrahman ibn Qasimin cəm etdiyi fətvalardır bunlar və yaxud əqidə ilə ilgili məsələlərdir. Bax, bunlardır hal-hazırda xatırladığım əhl-i sünnənin əqidəsi ilə ilgili olan mühüm kitablar. Lakin bir adam əgər elm tələbəsidirsə, çalışmalıdır bu kitabları səhv eləsin, bu kitabları oxusun. Əgər bir adam yeni başlayıbsa, onda ən azından oxumağı tövsiyə olunur. Məsələ, Ma'aricil Qabulu, həmçinin Kitab-ı Tevhidi, həmçinin Qavaidul Musləni. Bu kitablardan başlaması daha yaxşıdır. Və genişlətdikcə artıq qədimi keçmiş alimlərin kitablarını oxumağı daha tövsiyə olunur. Allahu aləm, Allah Taala'dan diləyirəm ki, bizləri saf və sağlam əqidə sahib etsin və bizləri sağ və sağlam əqidə üzrə də dünyadan köçməyi nəsib etsin. Allahu aləm və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.